qısa videoda sizə gördüyünüz bu tipdə olan sualların necə həll edildiyini izah edəcəm. Bu sualları biz riyaziyyatda da görmüşük. Daha doğrusu bu yazılışı riyaziyyatda görmüşük. X-in qiyməti əgər 8-dən böyük olursa, Y-ə mənimsədilən dəyər x kubu plus 5-in alı qiymət olur. Məsələn, x olsa 9, onda biz Y-ə mənimsədirik 9-un kubu üstəgəl 5-in qiymətini. Əgər x məsələn 7 olsa, 8-dən kiçik olsa, onda y-ə mənimsədirik x kvadratı çıx 1-in qiymətini. Yəni qarşısındakı misalın qiymətini. 7-nin kvadratı çıx 1. 48. Bu suallarda biz bunun üçün alqoritm qururuq. Artıq bilirik ki, bu budaqlanan alqoritmdən həll olunacaq. Sualda da bizdən soruşur ki, məntiqi blokdan ən azı neçə dəfə istifadə olunmalıdır? Məntiqi blok deyəndə bu şərt bloku nəzərdə tutulur burada. Gəlin buna görə 117-ci sual işləyək. Əslində eyni sualdır. Sadəcə 117-də blok sxemini tərtib edəcəyik. Yəni orada görəcəyik ki, neçə dənə məntiqi blokdan istifadə olunur. Və sonra bunun daha qısa yoluna baxacağıq. Deməli, burada görürük ki, x 8-dən böyük olduğu halda y-ə x kubu plus 5 mənimsədilir. Şərt açırıq. Əslində şərt açmazdan əvvəl x daxil olunmalıdır. Paralleloqram x mütləq bilinməlidir ki, x nədir? Klaviaturadan daxil olunan dəyərdir. Ədəddir, x-ə mənimsədilir. Sonra burada bir romb açırıq. Şərt bloku. Və burada bu şərti qeyd edirik. X böyüdür 8. Daha sonra x 8-dən böyük olanda y-ə nə mənimsədiləcək onu yazırıq. Hə budağında proses olduğuna görə düz bucaqlıda yazırıq, mənimsətmə prosesi olduğuna görə. Y bərabərdir x kub plus 5. Yox budağında isə, baxın, burada yox budağında birbaşa yazmaq olmaz ki, x 8-dən böyük olmadısa, x kvadratı çıx 1 mənimsət. Bunu belə eləmək səhvdir. Bu formada yazsaq, bu səhvdir. Çünki bu bizə yalnız deyir ki, x 8-dən kiçik olanda bunu eləyə bilərsən. X böyüdür 8-də yox budağına getməyimiz x-in 8-dən kiçik olması demək deyil. Kiçik bərabər olması deməkdir. Bəlkə 8 daxil edilib. Bu proqramın, funksiyanın 8-də həlli yoxdur. X-in 8 qiymətində heç bir həlli yoxdur bunun. Y qiymət almır həmin vaxt. Və biz də bunu nəzərə almalıyıq. Əgər biz bunu nəzərə almasaq, x-ə 8 qiyməti veriləndə yox budağına gediləcək və y-ə 8-in kvadratı çıx 1 mənimsədiləcək. 64 çıx 1, 63. Və bu olmamalıdır. Gərək proqram 8 olanda işləməsin. Buna görə də burada da bir şərt bloku açırıq və əlavə olaraq soruşuruq ki, x 8-dən kiçikdir yoxsa yox. X 8-dən kiçikdirsə, onda y-ə x kvadratı çıx 1 mənimsətmək lazımdır. Artıq buradan da yoxa getsək, onda əmin olacağıq ki, x 8-ə bərabərdir. Həmin halda artıq heç bir həlli olmayacaq. Elə bu formada saxlaya bilərik. 8-dən böyük olanda bu mənimsədilir, 8-dən kiçik olanda bu mənimsədilir. Gördüyünüz kimi biz burada 2 dənə şərt blokundan istifadə elədik. Yəni 116-cı sualın cavabı 2-dir. 2 məntiqi blokdan istifadə eləmiş olduq. İndi düşünə bilərsiniz ki, burada onsuz da 2 dənə şərt var. Onda 2 dənə şərt blokundan istifadə eləməliyik. Bəzi suallarda belədir, amma elə suallar da var ki, orada 1 çıxmalıyıq. Gəlin, elə bir sual deyim sizə. Elə sadəcə bunun ya da bunun aşağısına bir xətt qoyaq. Yəni, böyük bərabər və ya kiçik bərabər edək. Gəlin, bunu edək belə. Əgər bu belə olsa, onda vəziyyət dəyişir. Bayaq demişdik ki, x böyüdür 8-dən yoxa getmək, x-in 8-dən kiçik olması demək deyil. Kiçik bərabər olması deməkdir. Yoxa getsək, deməli, x 8-dən kiçik bərabərdir. Burada da bizə deyilir ki, x 8-dən kiçik bərabər olanda bunu elə. Yəni, burada bunu yazmağımız səhv olmaz. Bir problem olası deyil. Y-ə x kvadratı çıx 1 mənimsədirik burada. Baxın, 8-dən böyük qiymətlər olanda bu baş verir. 8-dən kiçik və ya 8-ə bərabər qiymət olanda da bu baş verəcək. Bayaqki kimi bunun 8-də həlli yoxdur deyə bilmərik. 8-də də həlli var. 8 versək,
X 8-dən böyükdür, yox. Elə gələcək bura. Və y-ə 8-in kvadratı çıx 1 mənimsədəcək. Elə biz də bunu istəyirik. 8-ə bərabər və 8-dən kiçik qiymətlərdə y-ə x kvadratı çıx 1 mənimsədilsin. Baxın, burada ikinci şərt blokuna ehtiyac olmadı. Əslində onu da eləmək olar. Yəni ikinci şərt bloku da istifadə eləmək olar. Sualda görürsünüz, bizə deyir ən azı neçə dəfə istifadə olunmalıdır. Bunu eləyə bilərik. Yəni qadağan deyil. Eləmək olar, amma artıqdır. X kiçikdir bərabər 8 yaza bilərsiniz. Və burada deyə bilərsiniz ki, h-yə gedəndə y-ə x kvadratı çıx 1 mənimsədilsin. Amma bunun yoxunda onsuz da heç nə baş verməyəcək. Bu heç vaxt bura yoxa gəlməyəcək. Belə də eləmək olar. Əlavə olaraq şərt bloku da açmaq olar, amma mənasızdır, lazım deyil. Elə əvvəlki kimi kifayətdir. Buna görə də ən azı neçə dəfə istifadə olunmalıdır sualının cavabı 1-dir. Burada bizə bir dənə şərt bloku bəs edir. Hə budağında bunu eləyirik, yox budağında bunu eləyirik. İndi gəlin bunun qısa üsuluna baxaq. Bir ədəd oxu çəkirik və orada yazırıq 8. Əvvəlki sualla getsək, baxın, burada x-in 8-dən böyük qiymətləri hansılardır? Bunlar. Bu hissə. 8-dən kiçik qiymətləri hansılardır? Bunlar. Əgər ədəd oxunda bu formada işarələmə aparırıqsa və hər hansı bir boşluğun qaldığını görürüksə, baxın, burada bizdə boşluq 8-dir. Bu boşluq varsa, artıq şərtin sayı qədər şərt bloku götürürsünüz. 2 dənə şərt var, ona görə də cavab 2-dir. Boşluq qalmasa, onda 1 çıxacaq. Məsələn, əgər belə olsaydı, 8-dən böyük qiymətləri qeyd elədik və bu tərəfdə də 8-dən kiçik bərabər qiymətləri qeyd edəcəyik. Bərabərdirsə bunun içini qaralayırıq və bu tərəflər. Bax, hazırda ədəd oxunda heç bir boşluq qalmayıb. Ədəd oxunda heç bir boşluq qalmırsa, deməli, növbəti şərti açmağa ehtiyac qalmır. Bax, buna görə də 1 çıxırıq. 2 çıx 1, cavab olur 1. Burada bir şərt bloku kifayət edir. Bu formada olan 123-cü suala baxa bilərik. Bir ədəd oxu tərtib edirik. 2, 5, 7 hamısını çəkirik. X-in 7-dən böyük qiymətləri bunlardır. Bu tərəfdir. 5-ə bərabər olan qiyməti buradır. Sadəcə bunun için doldururuq. 2-dən kiçik bərabər qiymətləri də 2 və sol tərəfdir. Gördüyünüz kimi ədəd oxunda çox boşluq var. Bir ədəd belə boş olsa, biz artıq onu boşluq kimi sayırıq. Boşluq varsa, onda sayı qədər götürürük. Neçə dənə şərt var burada? 3 dənə. Deməli, cavab 3-dür. İndi 125-ə baxaq. Burada da qeyd eləyək 2 və 7. X-in 7-dən böyük qiymətləri 7-nin sağ tərəfidir. 2 ilə 7 aralığı. 2 daxil deyil, 7 daxildir. Gördüyünüz kimi. Ona görə 2-nin için qaralamırıq, 7-nin için qaralayırıq. Və bir də x-in 2-dən kiçik bərabər qiymətləri. 2 daxildir və 2-dən kiçik qiymətlər. Gördüyünüz kimi ədəd oxunda heç bir boşluq qalmadı. Qalmırsa, onda 3-dən 1 çıxırıq. 3 dənə şərt var, şərt sayı 3-dür, 3 çıx 1, olur cavab 2. Bu sualların hamısını bu qayda ilə işləyə bilərsiniz.